Salam. Futbol tarixinin ən möhtəşəm səhifələri məhz dünya çempionatı yazılıb. Bu yarışda komanda elə performans nümayiş etdirib ki, illər sonra belə biz onlara Prime adı veririk. Və biz var arxası komandası olaraq həm bu məqamdan, həm bu il keçiriləcək dünya çempionatından ilhamlanıb belə bir qərara gəldik ki, 21-ci əsrdə dünya çempionatlarında iştirak etmiş 16 ən güclü komanda arasında bir Prime komandanı seçəcəyik. Braziliya 2002. Ronaldo, Ronaldinho, Rivaldo. Bəli, bilərək ki, yarışın əsas favoritlərindən biri elə birinci çıxırdı. Kim? Həmin 2010-un İspaniyası. İspaniya. Elvin söz verib ki, ancaq Mən 2010-dan o tərəfə keçməyəcəm. Türkiyə 2002. Oy. Mən əminəm ki, Oy. necə ki 8-də 1 finalda bəzi niyyətlər az keçdilər Qalatasarayı dəstəkləyirdi. Bu möhtəşəm bizim yarışımızda da Türkiyə 2002-ni dəstəkləyə çox adam. Elvin Düşdüyə Portuqaliya düşdü. Portuqaliya 2006 2006 və Türkiyə 2002. Mən deməzdim ki, bu cütlükdə favorit var. Çünki yəni dəyişə bilər Türkiyə məncə. Hansı komanda 4-1 finala keçəcək? Bunu siz müəyyənləşdirəcəksiniz bizim var arxası YouTube kanalının şərhlərində. Ona görə də bizim buraxılışları buraxmırıq, izləyirik və izləmədə qalırıq. Çox sağ olun.